Axşamı xeyir olsun, hörmətli izləyicilər. Deməli, bu ev Ceyranbatan Arazı var. Ceyranbatan Arazına da yaxın məsafədədir. Ceyranbatan 2 nömrəli məktəbinə də yaxın məsafədədir. Sarayın üzümlüyü deyilən ərazisinə də yaxın məsafədədir. 108 min manatadır. Paket kupçalı evdir, 2 mərtəbəli evdir. 2 sotun içərisindədir. Bax, çox gözəl, nəhəng evdir, daha özü böyük evdir. Kvadratı böyük evdir. Deməli, 2 sotda yerləşir, kanalizasiyası mərkəzidir, qaz, su, işıq sayğacları var. Evimizin də bax, həyəti kifayət qədər geniş həyəti var. Bax, görürsünüz. Bax, bütün bura, hamısı bu həyətə, evə aiddir. Padvalı var, indi onun da inşallah qapısı qoyulacaq. Buradan da ara məsafəsi, bax, buradan görürsünüz. Ara məsafəsi var, kombinin də yeri oradadır. Pəncərələri şəbəkə pəncərədir. Çox qəşəng evdir, möhkəm tikilisi var. Birinci mərtəbə boydan boya monolitdir. Pilləkəni monolitdir. İkinci mərtəbəsi yarıya qədər monolitdir də. İkinci mərtəbəsi də yarıya qədər monolitdir. İndi yaxındaşın bir evin içərisini göstərəcəm sizə. 108 min manatadır, hələ qiymətindən endirim olunacaq. Bax, girən kimi buradan pilləkən qalxır ikinci mərtəbəyə, pilləkən də beton monolit pilləkəndir. Bu qonaq otağıdır. Birinci mərtəbə həm istipoldur, həm də radiatorların yerləri var. Bax, buradan baxaq. Bax, şəbəkə pəncərədir, açılır öz həyətinə. Bir dənə də buradan çəkək TV stentin yeri düşsün. Bu da TV stentin yeridir, bax. Xırdapara işləri qalıb. Yekunlaşsız inşallah gələndə yekunlaşacaq. İşıqları, spotları zadı bir ki, xırdapara işləri qalıb. Paket kupçalı evdir. Bir də deyirəm yerləşdiyi yeri. Ceyranbatan Arazının arxasındadır. Ceyranbatan 2 nömrəli məktəbinə 300-350 metr məsafədədir. Saray üzümlüyü deyilən əraziyə də nisbətən yaxın yerdədir. Marşruta yaxındır. Marşrut demək olar ki, yaxınlığından keçir. Burada da bir mətbəxi var. Bax, belə bir mətbəxdir, görürsünüz. Qaz xəttinə qədər çəkilib, bütün mebel arası keramikası vurulub, aspiratorun yerinə qədər. İndi orada spotlar olacaq da, düzdür? Spotlar olacaq. Yəni, inşallah siz gəlinə bu işlər hamısı tamamlanacaq. Burada da radiatorun yerləridir. Radiatorun yeri buradadır. Sonra buradan gəlirik. Pilləkən görürsünüz, bax, monolit pilləkəndir. Axıra qədər betondan tökülüb. Bura sanitar qovşağıdır. Buralar hamısı istipoldur. Sanitar qovşağını göstərək. Bax, bura sanitar qovşağıdır. Pilləkənin altında da korrektor yığılıb, istipolun korrektordur. Onları inşallah hamısını gələndə bir sizə göstərəcəm. Tez qalxaq ikinci mərtəbəyə. Bir dənə görə ikinci mərtəbədə nə otaqlar var? Yataq otaqlarında yəqin ki, ikinci mərtəbədə. Bax, qalxdıq bura ikinci mərtəbəyə. Burada bir yataq otağıdır. Bax, bir yataq otağı buradadır. Bir yataq otağı buradadır. Buranı göstərək. Bir burada. Bir yataq otağı da buradadır. Bir yataq otağı da burada. Burada da balkona çıxmaq üçün xüsusi yeri var. Gəlin balkona da baxaq. Bax, belə balaca xudmanlı balkonu var. İndi balaca stol qoyub oturub çay içmək olar burada. Bir də ikinci mərtəbəni, ərazini də göstərin, görsünlər. Bir də ikinci mərtəbənin sanitar qovşağı. Göstərdi yoxsa? Hayır, sanitar göstərməmişik. Bu da ikinci mərtəbənin sanitar qovşağıdır. Bax, belə, zəhmət olsa yaxınlaşın bura. Deməli, bax, bir də izah edirəm. Bu ev 108 min manatadır. Bax, bu gördüyünüz ev 108 min manatadır. Qiymətindən ev sahibi özü endirim eləyəcək. Kupçalı evdir, paket kupçalı ev. Evin də kupçası var, torpağın da. Qaz, su, işıq sayğacları var, kanalizasiyası mərkəzidir. Yerləşdiyi ərazidə Ceyranbatanın Arazının arxasındadır. 2 nömrəli məktəb var, Ceyranbatan məktəbi. Onun da bir hardasa 300-350 metr məsafəsi var. Saray üzümlüyü var. Onun da arxa tərəfinə, arxa yoluna yaxındır. Yəni, inşallah gələndə olsa hər iki yolu sizə göstərəcək, yolu dəqiq bilərsiniz. Mütləq gəlin bu evə baxın. Sağ olun.